İmpulsun saxlanması məsələsini bir çoxumuz anlasaq da, onu məsələlərə tətbiq eləməkdə çətinlik çəkirik. Ona görə də istədim ki, impulsun saxlanma qanununu sıfırdan izah eləməyə çalışım. Ümumiyyətlə, bir kəmiyyətin saxlanma qanunu nə deməkdir? Əvvəlcə saxlanma qanununun nə olduğunu anlamaq lazımdır. Saxlanma qanunu deməkdir ki, bir qapalı sistemdə hər hansı bir kəmiyyətin cəmləyirik və bir hadisə baş verir. Bu hadisədən sonraki cəm əvvəlki cəmə bərabər olur. Əslində saxlanma qanunu sadə dildə bu deməkdir. Məsələn, buna bir nümunə verim ki, daha rahat başa düşəsiniz. Deyək ki, bir sinif otağındayıq. İçəridə də 10 nəfər adamıq. Hərəmizin cibində müəyyən qədər pul var. Bir-birimizdən pul alış-veriş edirik. Sən mənə 5 manat verirsən, mən ona 10 manat verirəm və alış-veriş qurtardı. İndi bu alış-veriş baş verməzdən əvvəl cibimizdəki toplam pulun miqdarı alış-veriş baş verdikdən sonraki pulun miqdarına bərabərdir, düzdürmü? Və bu sistemi qapalı sistem hesab edə bilərik. Çünki otağa nə daxil olan var idi, nə də otaqdan kənara çıxan var idi. Biz 10 nəfər idik sinifdə və öz aramızda alış-veriş eləmişik. Bu sistem qapalıdır. Yəni qapalı sistem bu deməkdir ki, xariclə təsiri yoxdur. Xaricə heç kəs çıxmayacaq, xaricdən içəri heç kəs gəlməyəcək. Ancaq mübadilə aramızda baş verəcək. Və siz də mənlə razılaşarsınız ki, pulun cəmi bu alış-verişdən sonraki cəmə bərabər. Deməli, pul qapalı sistemdə saxlanılan kəmiyyətdir. Fizikada da biz saxlanma kəmiyyətlər deyiləndə, yəni kəmiyyətlərin saxlanması deyiləndə əslində bunu nəzərdə tuturuq. İmpuls da bu saxlanılan kəmiyyətlərdən biridir. İmpuls hardan bilirik ki, saxlanılır? Bunun isbatı nədir? Biz Newton 3-cü qanuna görə bilirsiniz ki, dostlar, F1 bərabərdir mənfi F2-yə vektorial formada qarşılıqlı təsir zamanı qüvvələr qiymətcə bərabərdir, istiqamətcə əksdir. Düsturu açsaq, M1 A1 bərabərdir mənfi M2 A2. Təbii ki, təcil vektorial kəmiyyət olduğuna görə onun da üzərinə oxşarəsi əlavə edirik. Təcilin yerinə yazacağıq M1 vurulsun. Təcil sürət dəyişməsi deməkdir, düzdürmü? A bərabərdir V çıxılsın, V0 bölünsün T. Onda belə çıxır ki, təcilin əvəzinə bu düsturu gətirib yaza bilərəm. Olacaq V1 çıxılsın, V01 bölünsün T1. Bərabərdir, oxları da qoyaq, bərabərdir mənfi M2 vurulsun. V2 çıxılsın, V02 bölünsün T2. Təcillərin düsturunu yerinə yazdım. İndi burada nə görürəm? Burada zaman var, T1 və T2. Mübadilə zamanı zamanlar bir-birinədir. Yəni təsir müddətləri bir-birinə bərabərdir. Məsələn, deyək ki, iki cisim bir-biri ilə toqquşdur. Birinci cisim ikincisi ilə 5 saniyə təmasda olubsa, İkinci cisimdə birinci ilə təmasda olma müddəti 5 saniyə olacaq, düzdürmü? Deməli, qarşılıqlı təsir zamanı təsir müddətləri bərabər T1, T2 ilə ixtisar gedəcək. Ona görə də geriyə qalacaq M1, mötərizəni də açsaq, V1 çıxılsın, M1 V01 bərabərdir. Mənfi M2 V2 üstə gəlinsin, M2 V02 vektor işarələrini də qoyaq. Sürət vektorial kəmiyyətdir, bilirsiniz. Və sonra nə edəcəyik? Tənliyi biraz səliqəyə salmağa çalışaq. Başlanğıc olanlar, yəni V0'lar olanlar bir tərəfə yığaq, olmayanlar da bir tərəfə yığaq. İndi deməli olacaq bizdə M1 V01 üstə gəlinsin, M2 V02 bərabərdir M1 V1 üstə gəlinsin M2 V2. Bu nə deməkdir? M1 V01 nə deməkdir şagirdlər? Birinci cismin başlanğıc impulsu. Üstə gəlinsin. M2 V02 nə deməkdir? Bu ifadə. İkinci cismin başlanğıc impulsu. Bərabərdir M1 V1 birinci cismin son impulsu. Üstə gəlinsin ikinci cismin son impulsu P2. İmpuls da vektorialdır. Başlarına ox qoyuruq. Və nəticədə görmüş oluruq ki, dostlar, başlanğıc impulsu, yəni P əvvəlki bərabərdir P sonraki.
Bu impulsun saxlanması deməkdir. Söhbət təkrar edirəm, qapalı sistemdən gedir. Qapalı sistemdə impulsların vektorial cəmi sabit qalır. Burada hansı hadisənin baş verməyinin çox da önəmi yoxdur. Burada partlayış ola bilər, bombanın qəlpələrə bölünməsi məsələsi və ya ola bilər ki, burada cisimlər toqquşsun bir-birə, toqquşma ola bilər.